Hər vaxtınız xeyir, dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsində hal-hazırda Masazır qəsəbəsində 569 nömrəli avtobus dayanacağına yaxın bir ərazidə, yəni kəndin içində, dayanacağa çox yaxın bir ərazidə, apart binada hündürlüyü 2 metr olan belə bir mənzil satışdadır. Qazı var, kreditdədir hal-hazırda, kupçaları verilməsi mümkündür, çünki az vaxtdan sonra kupça götürüləcək. Bütün şəraiti var. Mənzilin qazı var, binanın qazı var. Birbaşa notarial qaydada olacaq. Bax, hamam otağıdır. Hamam otağın qapısıdır. Deyərəm ki, bu orta birinci mərtəbədir də, belə deyim. Ümumi görünüşünü göstərirəm. Bax, bura qonaq otağı, mətbəx, studiya kimi nəzərdə tutulub. Kredit şərtləri belədir. Son olaraq 25.000 ələdir, 25.000 manatdır. 25.000 manatdan aşağı indirim olmayacaq. Döşəməsi laminatdır. 30 ay qalıb, 30 ay. Hər ay 653 manat. 2 otaqlı evdir. 2 otağı daha doğrusu düzəlmiş bir mənzildir. Binada yaşayış var, binada qaz var. Bu da yataq otağıdır. Yataq otağı da ki, genişdir. Bir daha təkrar söndürüm. İçin hündürlüyü 2 metrdir. 2 metrdən çox deyil. Ayrıca belə bir kombisi var, eyvanı var. Evin kvadratı da 55 kvadratdır. 55 kvadratlık bir mənzildir. Kredit şərtlərini bir daha vurğulayım. 25.000 ilkin ödənişdir. Notarial qaydada olacaq. 30 ay qalıb 653 manat. Alıb dərhal köçmək mümkündür. Və yaxud da ki, istəyən olsa faizsiz kredit məbləği bütöv bağlayıb nağd şəkildə də əldə etmək olar. Nağd şəkildə olsa endirim mümkündür. Yəni bütöv nağd şəkildə olsa. Belə şərtlərlə bu cür mənzillər çox az halda olur satışda. Masazır qəsəbəsində. Bir daha ünvanı təkrar üçün deyim. Masazır qəsəbəsində Hakim Abbasov 569 avtobusun yolundadır. Dayanacağa çox yaxındır. Qazlı mənzildir. Alana satana Allah xeyrin versin, olmayanlara qismət.